Vaxtım azsa amma çəkəcəyim kombin var bugün də sizin üçün səhnəyə hazırlaşır. Səhnədə nə geyinəcək gəlin sizə indidən göstəreyim. Kombinin özəlliyi bir paltarın üzərində qurulacaq. Bu paltarı isə illər, əsrlər bundan əvvəl Guess brendindən əldə etmişəm. Desəm ki, don 6 il bundan əvvəl aldım. Özüm üçün tikdiyim belə bir ətəyim var. Bir başqa paltarımdan, köhnə paltarımdan çıxartdığım tül ətəyim. Onu bunun altına geyinəcəm. Və indirimdə aldığım belə bir gözəl kimono. Qollarında isə güpür işləməsi var. Hazırsınız kombini görməyə? Mən yox. Gəlin başlayaq. Normalda libasın görüntüsü budur. Yay olsaydı ideal bir görüntüydü. Yox anne baba. Lakin yay olmadığı üçün və bizə soyuq olacaq deyə biz bunu düzəldirik. Bəziyirik, doldururuq içərisini. Bu arada yayda aldığınız paltarların qışda da, payızda da geyinə bilərsiniz. Mənim kimi zövqsüz görünmək istəyirsinizsə, eyni zamanda vurğulayım ki, mən qısa paltarlarda səhnəyə çıxanda altından tumuş deyirsiniz, amma bu tumuş deyil. Baxın, şort geyinirəm. Biz öyrəşmişik, işləyən, gözəl xanım, baxımlı xanım görürüksə onu ləkələməyə. Altı qaldı çöldə deməklə. Halbuki altım çox sərgəli şəkildə tumanın üzərindən geyindiyim şortik var. Yəni mən hərəkət etdiyimdə belə altda heç nə görünmür, mən səhnədə hündürdə olsam belə. Amma yenə də nə edək? Biz dəstəyi sevmirik. Biz insanlara təəssüflər olsun ki, ləkələməyi sevirik. Hələ o ətək də var, bu da var. Yəni mən əslində ətəyi paltarın altına da sala bilərəm, üstündə də saxlaya bilərəm. İndi baxaq sonda necə alır. Bu xalatın ən çox sevdiyim hissəsi qolunun belə incə, tel detaylı olmağıdır, türlü və əlbəttə ki, qolunun belə gözəl, necə göstərir, o üçün görünsün, incə gözəl açılışıdır. Çox rahat olsun deyə bunu buradan sancaqlayırsan, oraya indi daha dekorativ bir sancaq vuracaq. Bu isə açılmasın deyə istər-istəməz insanlar mənə övladlarım verir, qucağıma alıram, qaldırıram. Mənə daha rahat sərbəst hərəkət etmək şəraiti yarada bilim deyə mən içərdən sancaqla bunu bərkidirəm. Bax, paltar bir vaxt boş, aşırı düşük qalsın bu hissədə, amma daha qısa və uzun ətəyimiz var deyə onun aksenti olsun deyə. Arxadan digər bir sancaqla yığırıq. Bəli, sancaqlar bizim həyatımızı xilas edir. Görürsən, görüntü belə bir görüntü olur, altdan bir mikrofon ətraflarımızı giydirik.